Bir gün bir kişi çox önəmli bir iş üçün şəhər kənarına səyahətə hazırlaşır. O şəhərin çıxışında çox qəribə geyimli bir atlı ilə qarşılaşır və bu atlının soyuq baxışları, qəribə geyimi onu çox qorxudur. Soruşur, sən kimsən? Atlı cavab verir, mən vəbayam və bu şəhərə gedirəm, orada insanların canını almağa. Kişi ona yalvarır, deyir, orada mənim ailəm yaşayır, səndən çox xahiş edirəm, mənim ailəmə toxunma. Vəba isə ona söz verir. Deyir ki, mən bu şəhərdə sadəcə 1000 nəfərin canını alacağım və söz verirəm, sənin ailən onların arasında deyil. Kişi narahat qalır, amma yenə də yoluna davam edir. Günlər keçir. Kişi səyahətdən geri qaydanda öz şəhərinə çox dəhşətli bir görüntünün şahidi olur. Minlərlə insan vəba xəstəliyindən ölübdür. Şəhər viran qalıbdır, insanlar ağlaşırlar. Və o çox qorxuyla öz evinə doğru irəliləyir və evinə gələndə öz ailəsinin də öldüyünü görür. Qəzəblə atına minir və şəhər kənarına vəbanın arxasınca atını çapır və elə yolda da o onu görür. Və ondan soruşur, sən mənə söz vermişdin. Söz vermişdin ki, sənin ailənə toxunmayacağam və sadəcə 1000 nəfərin canını alacağım. Niyə belə elədim? Vəba isə cavab verir. Mən sənə necə söz vermişdimsə elə etdim. Mən orada sadəcə 1000 nəfərin canını aldım. Qalanlarını öldürən isə qardaşım qorxu oldu.